Salam, hamınızı xoş gördük. Bugün mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açıq qapı günüdür. Tədbir çərçivəsində müxtəlif ixtisasların təqdimatı, peşəkar ustad dərsləri, tələbələrimizin əl işlərindən ibarət sərgi, podium nümayişi təşkil olunacaq. Və biz də burada olan şagird, müəllim, tələbə heyətinin fikirlərini öyrənib suallarımıza cavab tapacağıq. Gəlin gələcəyin peşəkarları ilə tanışalım. Onların bacarıqlarını birlikdə izləyək. Açıq qapı günü ilə bağlı təəssüratlarınız necədir? Mədəniyyət və Sənətkarlıq Bakı Peşə Təhsil Mərkəzində bugün açıq qapı günüdür. Açıq qapı günü keçirməkdən məqsəd ətrafda olan orta məktəblərin şagirdlərin, 9-11 sinif şagirdlərin mərkəzimizin ixtisaslarından tanış olmasıdır. Onlar bugün burada gəlib bizim ixtisaslarla tanış olur və gələcəkdə öz karyeralarını düzgün ixtisas seçmək üçün, peşə seçmək üçün buradan karyera mərkəzimizlə daim əlaqədə olurlar. Və bugün çox əladır, bir çox orta məktəbin şagirdləri gəliblər və ixtisaslar haqqında maraqlanırlar və sonda onlara geniş təqdimat olunur və onlara flyerlər təqdim olunur və inanır ki, bu ilkin başlanğıcı, yəni bu ilin qəbulu üçün ilkin tanışlıqdır və bunun davamı gələcək. Təəssüratım çox gözəl, tələbələrin belə bir tədbirlərdə iştirak eləməsi, yığılması həm təbliğatdır, gözəl bir şəkildə, həm də sənətə meyl göstərməkdir, cəmaata yaymaqdır ki, gedib kimdəsə qohumunda, əqrəbəsində elə, hamı universitetə qəbul olmur ki, kimsə bu sənəti sevir. Hətta universitetə qəbul olub, məcburiyyətindən qəbul olub, sənət sahibi ola bilənlər də var. Ərazidə bütün ixtisaslarımızın stendləri qurulub və qonaqlarımızı tam olaraq istədiyimiz şəkildə dəvət elədik, onlarla görüşlər keçirdik. İnanıram ki, bu böyük bir təcrübə idi, bu bir mübadilə idi ki, biz peşə təhsili mərkəzi olaraq orta məktəblər arasında bir mübadilə təşkil elədik və biz ixtisaslarımızı onlara yetərin qədər göstərə bildik, onlarla bölüşə bildik. Geri qayıdışlar çox gözəldir. Sorğulara əsasən, bizim səhifələrimizin aktivliyinə əsasən nəzərə alsaq, çox yüksək səviyyədə bir görüş keçirildi, bir açıq qapı təşkil olundu. Yəni biz hər il bu tədbiri keçirməklə digər ümumi təhsil müəssisələrə öz ixtisaslarımızı təqdim edirik ki, onlar da öz şagirdlərini tələbə adını qazanmaq üçün bizə yönləndirsinlər. Açıq qapı haqqında təəssüratlarım hər zaman müsbət olur, çünki bu tədbir hər zaman nəticə tədbiridir. Təəssüratlarımız çox gözəldir, həm öyrədici, həm maraqlı, şagirdlərimiz üçün də maraqlıdır. Yəni gələcəyin peşəsini seçməkdə məncə çox önəmlidir. Hal-hazırda düzdür, yeni daxil olmuşuq, tanış oluruq. Uşaqlara çox maraqlı gəldi, çox gözəl, təşkilatçılıq super. İnşallah ki, uşaqlar da müsbət emosiyalarla, təəssüratlarla buradan ayrılarlar və qəbul olma haqqında da gələcək inşallah həyatlarında perspektivlər üçün bəlkə də yeni bir cığırı burada elə cızarlar. Biz artıq ilk dəfədir ki, bu açıq qapıda iştirak edirik. Hava şəraitinə baxmayaraq, çətin olsa da öhdəsindən gəlməyi bacarırıq. Ümid edirəm ki, layiqincə öhdəsindən gələ bilmişik. Salam, mən Nigar Allahverdiyeva, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birinci passijoru üzrə ixtisasının istehsalat təlim ustasıyam. Açıq qapı bizim üçün çox əlamətdar bir gündür. Biz bugünə çox özənlə, çox diqqətlə hazırlaşırıq. Gördüyünüz kimi mənim qrupumun uşaqları da çox sevə-sevə açıq qapı günümüz üçün hazırlaşıblar, müxtəlif obrazlar yaradıblar və sizlərin gözünü oxşamağa davam edirlər. Peşə təhsilinə tələbələrin marağı daha çoxdur. Burada iş gedir, təhsil inkişaf eləyir. Hər il səbirsizliklə biz bu günü gözləyirik və əminəm ki, hər bir şagird mərkəzimizdən ayrılarkən artıq öz ixtisasını seçmiş oldu və bizim göz oxşayan ixtisaslarımızdan yararlanaraq növbəti tədris ilində mərkəzimizə geri dönüş edəcəklər.
günümüzün də sonuna gəldik. Ümid edirik ki, şagirdlər buradan xoş təəssüratlarla ayrıldılar və öz ixtisas seçimlərini artıq dəqiqləşdirdilər. Onlara gələcək həyatlarında uğurlar diləyirik.